Təlim, belə deyək, bilgidir. Yəni biz öyrənirik və bu bilgilər toplusu bizim zehnimizdə cəm olur. Tərbiyə isə bu bilgilər toplusunun vasitəsilə insanın belə deyək, özünü qabağa aparması və onları öz əxlaqında, ədəbində, davranışında biruzə verməsi. Şair mütəhərrir elmi su yığılmış bir hovuza bənzədir. Heç bir yerə tərpənmir. Bu elmdir, bilikdir. İnsanın zehnində cəm olur və heç bir yerə tərpənmir. Amma axarı olması üçün nə olmalıdır? Tərbiyə. Və sonra deyir ki, təlim əxlaqla müşayiət olunmazsa, insanı fəsada sürükləyər. Biz hazırki cəmiyyətimizdə də bunu görə bilirik. Məsələn, baxırsınız, çox savadlı bir şəxsdir, elmi var, cəmiyyətdə bunu elmli bir şəxs kimi tanıyırlar. Amma görürük ki, heç də digər insanlara qarşı əxlaqla davranmır. Məsələn, özünü təkəbbürlə aparır, yaxud da kimisə alçaldır. Bir ona sual verdiyi zaman cavabını istehza ilə verir. Nəyə görə o, belə deyək, öz yerini tapa bilmir? Çünki öz üzərində işləməyib, tərbiyə etməyib. Sadəcə elm və bilik toplusunu öz zehnində cəm eləyib. Buna görə də tərbiyə və təlim mütləqdir ki, bir yerdə gəlir. Əlbəttə, öyrənmək mühümdür. Yəni, elm özü çox önəmli bir məsələdir. Amma kifayət deyil. Bunun yanında əxlaq mütləq olmalıdır.